Bizdən verilən ifadənin ən kiçik qiymətini soruşur. Burada biz əvvəlcə x kvadrat üstəgəl 10x üstəgəl 29 ifadəsinin ən kiçik qiymətini tapaq. Bunu da iki üsulla tapa bilərik. 1. Mənfi d bölü 4a düsturundan istifadə edərək biz bunun ən kiçik qiymətini tapa bilərik. Burada a x kvadratın əmsalıdır, d diskriminantdır. Diskriminant tapsaq 100 çıxılsın 116, yəni 10-un kvadrat çıx 4 vur 29, 4 vur a da 1'dir. 100 çıx 116, mənfi 16, mənfilər gedir qalır 4. Mötərizənin içərisini 4 tapandan sonra 4'ün kvadratı üstəgəl 17, 16 üstəgəl 17, 33. İkinci bir üsulu isə tam kvadrata ayırmaqladır ki, x kvadrat üstəgəl 10x üstə 25 üstəgəl 4 kvadratı plus 17 şəklində yazırıq. Və biz buradan x kvadrat üstə 12 üstə 25'i ayırsaq, x plus 5'in kvadratı olacaq. Plus 4 kvadratı üstəgəl 17. X plus 5'in kvadratı, yəni müsbət ədəddir, ən kiçik qiyməti 0'dır. Mənfi olmayan ədəddir daha doğrusu. 0 desək, olacaq 0 üstəgəl 4'ün kvadratı üstəgəl 17. 4'ün kvadratı 16 üstəgəl 17. Bu da bizə verir 33.